Salam qızlar, hər vaxtınız xeyir. Kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə həmişəki kimi çox şadam. Videonun başlığından gördüyünüz kimi salondayam. Bu videolar hamısı keçən ildən qalmadı, birləşdirmişəm. Salonu sizə bura etiketləyəcəm. Rəfiqəmin salonudur. Çox da qəşəng eləyir öz dırnaqları. Bilirsiniz, mən uzun müddətdir ki dırnağa getmirdim. Getmişəm. Hətta bir ay tamam olubdu. Dırnaqlarım hələ də üstündədir. Uzanıblar, bayağı uzanıblar hətta, amma qopma falan yoxdur. Çox qəşəng olub. Rəfiqəm deyə demirəm, həqiqətən çox qəşəng eləyibdi. Hətta ora salona gedənlər o kimə ki eləyir, başqasını elətdirmək istəmir barmaqlarını. Amma orada qızlar hamısı yaxşıdılar. Kimə istəsəz gedəndə yazıla bilərsiniz. Mənim YouTube kanalımdan gəldiyinizi desəz, Bəyaz bacı sizə endirimdə eləyər. Xanımın adı Bəyazdır. Salonun rəhbəridir. Həm də özü də həm dırnaq düzəldir, həm saç eləyir. Instagram səhifəsini indi bura yerləşdirəcəm. Açıqlamalar qismində də linki yerləşdirəcəm ki, rahat keçid eləyə biləsiniz. Özlərinə yazıb maraqlana bilərsiniz qiymətləri, harda yerləşir. Biləcərdə yerləşir bu arada, Daş bazarına yaxın bir ərazidədir. Salon çox qəşəngdir, çox təmizdir həqiqətən. Getsəz peşman olmarsınız. Özləri də o qədər pozitivdilər ki, girəndən çıxana qədər danışıb gülmüşük də, inanın ki. Bilmirəm, sırf mənim rəfiqəmdir deyə elə olur, yoxsa hamı gedəndə elə hiss edir. Mən orada özümü çox rahat hiss edirəm, çox xoş hiss edirəm. Ümumiyyətlə salona gedəndə xanımlarımız məncə hamısı özlərini yaxşı hiss edirlər. Mənim üçün də bir dəyişiklik oldu, bir yenilik oldu. Uzun zamandır eləmirdim çünki bütün bayramı, bütün gedəsi olduğum toyu yola verdim o dırnaqlarla. Burada artıq evə gedirəm. Bu arada uşaqlarım Leylanın yanındadır, yəni Eltimin, xalamgildədirlər. Yəni qaynanamgildə, yəni ailə evimizdə. Burada isə artıq Leylanın qardaşı üçün qız toyu, həm də belə deyim də sizə, nişan qız toyu bərabər eləyirdilər. Onun üçün xonça hazırlayırıq. Elnarə hər şeyi almışdı. Elnarə bu arada Leylanın mamasıdır. Hər şeyi almışdı. Mən də getdim, xonçaları falan düzdüm, yerləşdirdim. Xonçalar sifarişlə idi. Düzü bilmirəm hardandır. Əgər maraqlansanız öyrənib deyərəm. Belə bilmirəm amma hardan idi. Konfetləri falan mağazalardan almışdılar. O üstü yazılı olanları mən özüm hazırlamışdım. Sonra belə kosmetika səbətini qəşəng yığdım. Düzü bəzəmək o qədər də çətin deyil. Amma onu ora, bunu bura eləyəndə o qədər vaxt gedir ki, istər şirniyyatı düzmək olsun, istər kosmetikanı düzmək olsun. Nəyi hara qoyum, nəyi necə qoyum ki, aşmasın, qəşəng görünsün, hər şey görünsün, gözə gəlimli olsun. Ora qoy, bura qoy, nə qədər vaxt gedir. Bu arada şirniyyatı düzəndə sağ olsunlar, kömək elədilər mənə xanımlar. Burada artıq son nəticəni göstərirəm. Türk baxlavasını xalam hədiyyə olaraq almışdı ki, xonçaya əlavə olaraq. Burada görürsünüz, hər şey var. Konfet xonçası, şirniyyat xonçası, qəndindən tutmuş, geyiminə kimi hər şey. Bu mücrünü də mən hazırlamışdım. Sizə göstərmişdim hazırlama ərəfəsində. Baxın, ən son halı belə oldu. Bu konfetlərin görünüşüdür. Çox sevirəm mən xonça bəzəməyi. Düzdür, belə kənardan sifariş heç vaxt götürməmişəm. Bir dəfə bəy xonçası hazırlamışam. Yoldaşımın iş yoldaşı var idi, xanım. O xahiş eləmişdi. O vaxtlar daha təzə başladığım vaxtlar idi. Göndərmişdi mənə hər şeyini bəyin. Mən də onu xonça kimi büküb təhvil vermişdim. Çox qəşəng olmuşdu. Sonra Leylanın xonçalarını bəzəmişəm. Sonra belə də kim xahiş eləyibsə, dayım oğlanlarından səhv eləmirəmsə, ən böyüyününkini eləmişəm. Bilək, kim xahiş eləyibsə, kim də iştirak eləmişəmsə, onların hamısının xonçalarını mən bəzəmişəm. Təbii ki, alıb gətiriblər hər şeyi. Mən də gedib bəzəmişəm. Burada gəlinin qızıllarını çəkirəm. Bunlar da gəlinin qızıllardır. Xoş günlərdə istifadə eləsin inşallah. Bu arada
qutuları görürsüz. Bu qutuların içində alt paltarlarıdır. Görünməsinlər deyə qutulara yığıb belə qəşəng bağlamışıq. Neylankiləri da mən belə eləmişdim. Çox qəşəng görünür. Həm də ortalıqda, orada burada yığılı görünmürlər. Burada bəyimizi çıxartmışıq stola ki, şarlara assın. Şarları da mənə kömək elədilər, oğlanlar doldurdular. Sonra mən onları belə formaya verdim, dekor hazırladım. Çox bəyənirəm belə dekor hazırlamağı. Həmişə toylara falan harasa gedəndə belə şeylər lazım olanda sevinərək eləyirəm kimsə məndən xahiş eləyəndə. Yenə də dediyim kimi öz yaxın çevrəmizə eləyirəm. Heç vaxt kənar adamlara getməmişəm, belə hazırlıq görməmişəm, yalan deməyim. Burada artıq toydayıq, ancaq nərgizi çəkmişəm. Çünki ayaqqabım o qədər sürüşürdü, yerdə xalça yox idi. Bildiyiniz oynaya bilmədim, durub gəzə bilmədim. Axıra getdim, ayaqqabılarımı dəyişdim, gəldim biraz oynadım. Sonra da evə getdik, çünki yoldaşım narahat idi, çox otura bilmədik toyda. Amma yenə də qəşəng idi, maraqlı toy idi. Bilmirəm yaşla əlaqəlidir, yoxsa nədir. Son zamanlar toya getməyə o qədər də həvəsli deyiləm, nə yalan deyim. Burada yolkamı göstərirəm. Yolkamın oyuncaqlarını falan yenidən quraşdırmışdım. Onu çəkdim ki, dəyişiklik eləmişəm. Əlavə olaraq işıq əlavə eləmişdim. Çox qəşəng olmuşdu. Düzdür, indi artıq yolkanı yığmaq vaxtı gəlib çatıb. Mən hələ inanmayacaqsınız. Yolkamı yığışdırmamışam. Gərək bu günlərdə onu da yığışdırım. Bilirsiniz ki, qızımın xəstələnmə müddəti oldu. Xəstəxanada yatdıq falan. İndi evdəyik, şükür Allaha, hər şey qaydasındadır. Amma mən hələ yolkanı yığışdırmamışam. Bu arada 2 gündür özümün boğazım ağrıyır. Heç nə yoxdur. Nə temperaturam yoxdur, nə başqa narahatçılığım, heç nəyim yoxdur. Sadəcə olaraq boğazım dəhşətli dərəcədə ağrıyır, udquna bilmirəm. Tez-tez qarqara falan eləyirəm, amma yenə də. Burada isə qızım babası ilə Lego yığırlar. Legonu Nazlıya Həyat hədiyyə eləmişdi yeni ildə. Bilirsiniz, Secret Santa oynamışdıq. Həyat Nazlıya çıxmışdı. Daha doğrusu Nazlı Həyata çıxmışdı. Həyat Nazlı üçün hədiyyə almışdı bu Legonu. Baba balonu yığıblar. Qəşəng qurdular, quraşdırdılar. Papamın həvəsi var belə şeylərə. Mən də çox sevirəm. Nazlı özü də sevir. Hətta Nazlının əvvəllər mən qoymuşdum robotexnika dərsinə. Belə puzzlelardan, legolardan oyuncaqlar yığırdılar. Hərəkət edən maşınlar, pultla idarə olunan maşınlar falan yığırdılar. Robotlar yığırdılar. Nazlının o vaxtdan öyrənikdir. Öyrənikdir, özünə sözə bax. Yəni ki, bilir də necə yığmaq lazımdır. Amma tək yığmağa da həvəsi yoxdur. İstəyir ki, onu kimdənsə yığsın. Burada baba-bala Lego yığırlar. Orada da yoldaşım Nərgizi ayağına qoyub yelləyir ki, yatızdırsın. Mən də deyirəm ki, yatızdırma ginən. Ginən. Bu mənim söz hardan dilimə düşüb, yatızdırma ginən. Nəysə ki, belə. Hırdalandı. Bu bir de bu kaldı. Hırdalandı. Ne güzel paltarın var senin. İtkilənlər. Bu bozun yanında. Onun yanında. Yatar ya, yatmasın. Görmüşsən o məndə yatdı. Ancaq əvvəllər qutumda yatırdı, uşağı atıldı, körpə vaxt. Yoxda çox eləmir. Heyləmə sönəcək. Vələsi vardı, niyə yatmasın? Yox, saat 7-yə işləyibdi. 3 saatdan sonra da yatmaq vaxtıdır. Yatmayacaq sonra. Durub yatacaq, yatıp Bir duracaq. saniye var. Sonra yatmayacaq. Nerede? Saat 12-yə. Ana deyir yatmasın. Onda durduram. Deyir yerləmə, yatmasın. Sürətini yumuş. Bu. Ade. Yok. Dur, yatma. Bir. Öyle durduram. Bunu taktık. Dur, mən yatıb. Bunu takmışım. Bu. Dur. Evet, deyir. Yok. Nergiz, Böyle şey. yatma deyir ana. Hadi.
Bugün yanvarın 1-idir. Biz bugün yuxudan çox gec durmuşuq. Papam gecə bizdə qalmışdı. Səhər uşaqlar o yedizdirib, Allah ondan razı olsun. Durdum gördüm ki, uşaqlara yemək hazırlayır. Nazlı, Nərgizin altını falan dəyişdirdim. Nərgiz tez durandı yuxudan. Sonra papa onu yedizdirdi. Mən də getdim, yatdım geri. Bir də saat 12 idi, 1 idi. Təzədən durdum. Nərgizin yuxu vaxtında. Nərgizi yatızdırdım. Sonra elə qalxmışam. Nərgiz xanım. Düzdür, bu videonu mən sizə gec paylaşacağam. Hardasa 2 ya 3 videom var. Bu günlərim sizə video paylaşmışam. Hal-hazırda siz videoya baxırsınız. Mən də yeni video çəkirəm. Dünənki videonu bu günlərim paylaşdım mən. Nərgiz, nə ağarsan? Ayağın qaldı orada. Elə cins qızdı bu. Məsələn, ayağı qaldı orada. Nazlı olsaydı, bu yaşlarında Nazlı, yəni elə şeylər olanda ağlayardı. Kömək istəyərdi. Nərgiz heç nəyə kömək istəmir. Özü oradan çıxa bilməsəydi, ondan sonra istəyəcəkdi kömək. Nazlının sumkasını, kurtkasını, hər şeyini yuyulmağa atmışam. Ağlar yuyulub, indi qaraları yuyuram. Qara kurtkasını atmışam. Sumkasını boşaltdım, qoydum ora yuyacağam. Bu günlərim uşaqların pastellərini üzləməmişəm. Pakırvalını çəkməmişəm, yəni. Dedim ki, bugün də belə olsun. Əslində evi plisosdamayacaqdım, heç bir iş görməyəcəkdim ki, amma evi falan plisosdadım. Dayana bilmirəm axı. Hələ buram heç yığmamışdım da. Sonra getdim, gəldim. Könlüm razı gəlmədi. Deyirdim ki, özümə bugün heç nəyə əl vurmayacağam, heç nə bişirməyəcəm. Bişirməyinə bişirməmişəm. Bir dənə Nərgizə su bişirdim. Dünənin yeməklərini yeyirik. Nərgizlə, Nazlı ilə babası belə Lego almışdılar Nazlıya. Həyat düşmüşdü Nazlıya. Lego almışdı, babası ilə qurublar. Sonra nə? Sən özünki hanı yenə bacınkin qoşdun? Nərgizə də bu kukundan alıblar. Canımız qutarıb, dava olmur da evdə. Bu da Nərgizinki. İndi bu gecə onunla yatıb video paylaşaram. Kameradan çəkmişəm Nərgizi biraz. Qoşdu, biraz qulaq astı. Sonra yuxuya getdi. Ağları sərmişəm. Nazlı orada rəsm çəkir. Bir yandan da YouTube'a baxır. 2-3 gün ona icazə vermişəm. Gecədən pərdələri açmamışam. Gecə yatanda baxın belə eləyirəm pərdəni mən. Səhərlər açıram. Bugün açmamışam. Çünki yoldaşım demək olar ki, günün yarıdan çoxunu yatıbdı. Səhərə qədər yatmayıb, səhər üzü yatıb, ondan sonra da axşama kimi yatıb. Mən də açmamışam. Aç dedim, onsuz da birazdan təzədən bağlayasıyam, ona görə açmadım. Gündüzlər açıram, evə işıq gəlsin. Həm qızların otağını, həm öz otağımızı havalandırıram. Nazlıgilin otağını çox da aça bilmirəm havalandırmaq üçün. Onların pəncərəsi yaxşı deyil. Qışda çox açıb bağlamaq olmur. Saat 9-a qalıb. Siz hal-hazırda mənim vlogumu izləyirsiniz. Burada mən varam. Silib bir yenə çıxıb ortalığa. Çünki Nərgiz bütün buraları barmaq izi eləmişdi. Barmaq izi eləməkdən o yana oturur özünə baxa-baxa nəsə yeyir orada. Banan yeyir, əlini sürtür ora. Oynaya. Belə bu qaqaşımın hədiyyəsidir. Dünənlərim yaddan çıxıb qalmışdı xalagildə.
Mən götürmüşəm ki, verərəm. Yoldaşımın hədiyəsidir. Mən almışdım. Bu heç. Belə. Bir də qızlar, əgər Home-da işləyən varınızdırsa və yaxud da Home-dan nəsə sifariş elətdirirsinizsə, eləyirsinizsə, bu necə gözəldir, necə gözəldir. Mən bilirsiniz ki, çox şey biləm. Çox bəyəndiyim şeyləri məsləhət eləyirəm də. İndi Temudan falan aldıqlarımı işlətdim, göstərirəm birinci. Amma xoşuma gəlməyəndə sonra deyirəm ki, falan şey xoşuma gəlmədi də, almışdım, xoşuma gəlmədi. Bunu mənə, özüm vurmamışam bunu mən. Çoxdan da Home-dan heç nə vurmuram da mən. Amma bunu mənə xalam qızı veribdi. Çox qəşəngdir. Baxın, jasminli skrabdır, bədən üçündür. İçində göl duzu var, yaşıl çay tanəcikləri və jasmin qoxusu var. İlahi necə gözəldir. Bu ən çox düzdür bədənə də vurursunuz. Bədənə vurmaq üçündür. Yəni üz xaric, hər yeri yumaq üçündür. Çiməndə bədəninizi ovursunuz, sonra yuyunursunuz. Həm yumuşaq olur adam. Həm də belə çox qəşəng, təravətli qoxu gəlir də. Bundan sonra heç ətir vurmağın yeri yoxdur. O dərəcədə gözəldir. Mən daha çox əllərimə istifadə edirəm. Əllərimi ovuram, belə barmaqlarımı falan. Çünki mənim buralarım həssasdır. Tez qaralırlar. İndi də görünür, bəlkə bilmirəm, görünmür. Rəngi görsüz tündləşib. Biraz kartof, badımcan, nə bilim, qaraldan şeylər əli vuranda, tərəvəzlərə bütün barmaqlarımın kənarları qaralır. Bundan eləyirəm, yaxşı olur. Çox qəşəngdir. Ay can. Niyə çıxartdın onu? Deməmişəm tokuna dəymə.